Bak bir dənə dişdə çıx get də. Nasıl hələ? Eşitmirsən nə danışır? Yox, elə sağ ol. Yaxşı, bir dənə dişdə get. Qaş get də qaş. Bir mağazaya bırak. Niyə? Bir mağazaya Get. Yol burada nə var? Bunlar mı dedim baba? Axı nəfsin çəkdi. Qaş səhv edirəm. Get. Ama oturup sürün. Necə? Biraz çəkmə. Get. Qıraqda dayanarıq, gedər əlimizdə keçir. Yaxşı, 1-2 manat ver, mən gedim alım. Yeri gedə buyur daha. Niyə sən belə aqressiv? Görürsən? Niyə aqressiv danışırsan? Aqressiv bir dis buradan. Dav eləməksən? Mən gördüm səni. Ha? Səni gördüm. Ne gördün? Sən idin də. Neydi? Nəfsin çəkdi, marojnadan bir dişdə. Ne? Marojnadan. Ha. Nəfsin çəkər dişdə. Sağ ol. Ne diyorsun? Necə? Ne diyorsun? Ben görmüyorsun. Dedim nəfsin çəkdi. Neden nefsin çok? İnsan olaraq mən dedim ki, dişdə, marojnadan. İstemiyorum sağ ol. Necə yəni başa düşmürəm? Sənə görə mən cəhənnəmə getməliyəm. Yox, necə mən sənin maruzunu istəyən görməmişəm. Sən deyirsən ki, gəlib mən səni gördüm. Sən mənə nəyə gördün ki? Mən hiss elədim ki, baxdım marojnadan. Yox, baxmamışam mən. Səni heç ümumiyyətlə görməmişəm. Sağ ol. Kimi gözləyirsən? Uşağı gözləyirəm. Abi şu pantanın yanındayım da sen arada pantanı satırım. Hə, sən idin, gördüm səni. Ben de seni gördüm. Dəqiq. Hara getsən, söhbət edirik. Getmə. Getmə, getmə. Səni gördüm mən. Gördün? Gördüm. Bura. Ne oldu? Ha? Ne oldu? Marojnama baxanda gördüm səni. Ha. Hiss elədim ki, yemək istəyirsən. Ha yok. Maaşı çıxart da, bilmirəm nə danışsan. Ha. Hə, niyə mənim marojnama baxanda? Yok ben sef adamım. Yok. Nəfsin çəkdi, dişdə. Ha işte. Ha, bizim süt hamamımız o. Yo, buradan götür, dişdə belə. Dişdə. Götür. Hə, ay sağ ol. Bəs doydun? Biraz. Hə, al sənə. Gəl bura söyləyəcəm, gəl. Ne oldu? Deyirəm, necəsən? Sənin Allah'a qurban olum mən. Sən Bakılısan? Belli Bakıda qalansan. Çox mədəniyyətli uşaqdır. Hə, niyə belə danışırsan, belə qəribə elə ki, bizim dili çətin bilirsən? Tamam fiyatım Rusça danıştım ona göre. Ona görə sənə deyən olub, sən çox sadə adamsan. Ha. Deyən olub, Belli. deyən mikrofon